Değerli izləyicilərimiz, xoş gördük sizləri. Mən bu gün sizi Ağdam rayonu Fındırsan ərazi nümayəndəliyinin Çalbasayını kəndindən salamlayıram. Ağdam rayonu Fındırsan ərazi nümayəndəliyinin Çalbasayını kəndində sizi hal-hazırda çox gözəl bir evlə tanış edəcəm. Ərazisi 30 sot olan əhləmizin içində yerləşən heyvandarlıq üçün çox gözəl ictimai bir qurşaqla sizi tanış edəcəm değerli izləyicilərimiz. Hal-hazırda keçən məhəlləmizdən tanışdıq. Və gördüyünüz kimi değerli izləyicilərimiz, məhəlləmizin içinə daxil olmamışdan əvvəl Fındırsan Quzanlı magistral trası ilə və bu evimizin məsafəsi 400 metr. Hal-hazırda daxil olaq məhəlləmizə və gördüyünüz kimi değerli izləyicilərimiz qapıdan içəri daxil olarkən belə bir mini əl evi var və evimizin sanitar qovşağının içəni var və gördüyünüz kimi değerli izləyicilərimiz belə bir tikili var. Həyətdə toyuq, qaz, sumuşqa saxlamaq üçün də tutulub və burada da bir gözü var. Balaca cücələrimiz də var. Tayı yığmaq üçün otsaqlar da var. Daxil oluruq ictimainin içinə. 20'nin 10'a belə bir ictimai qurşaq var. Hal-hazırda gördüyünüz kimi içəridə heyvanlar da var. Hal-hazırda fəaliyyətdədir. Bunlar hamısı bizim məhəlləmizin içində yerləşir. Gördüyünüz kimi çox böyük, gözəl həyəti var. Dəyərli izləyicilərimiz, yaxşı meyvə ağaçları da var. Çox irəli getmirəm dəyərli izləyicilərimiz. Hal-hazırda məhəlləmizin axırı oyunlar olan yerə qədərdir. Çox gen falan çəkirəm ki, dəyərli izləyicilərimiz, alan insan özü ətraflı videonu izləyənlər baxacaq biləcək hara-haradır. 30 sotun içində yerləşir bu ərazimiz gördüyünüz kimi. Evin içinə daxil olmamışdan əvvəl sizin nəzərinizə bir məsələ çatır dəyərli izləyicilər. Gördüyünüz kimi evimizin qarşısında çox gözəl bir böyük çardağı var. Və daxil oluruq evimizin içinə. Və gördüyünüz kimi 4 pilləkən qalxdıqdan sonra daxil oluruq foyemizə. Gördüyünüz kimi. Və foyemizə daxil olduqdan sonra sağ hissədə bu cür sanitar qovşaq var. Və sanitar qovşağı tərk elədikdən sonra yenə sağımızda əlavə bir dənə belə bir otaq var. Mətbəx kimi fəaliyyət göstərir. Və mətbəximizi tərk elədikdən sonra yenə sağ hissədə bu cür bir otaq var.